Maddə amin turşu verib bizə və pentapeptidin kütləsini bizə verib 373. Əmələ gətirdiyi tripeptidin molyar kütləsini soruşur. Pentapeptid 5 dənə amin turşu deməkdir. Pentapeptid və N-1, yəni 4 mol su çıxacaq. Deməli, burada 5 də x-dir. Çünki amin turşusunun emerini bilmirəm. 373'dür. Bu da 4 vurulsun 18. 4 vurulsun 18. Bu da eləyəcək 72. Bu da bu cəmə bərabərdir. Buradan x da bərabərdir 89. İndi bizdən nə soruşur? Tripeptidin, yəni 3 amin turşu, tripeptid və 2 mol su. Deməli 3 vurulsun 89, bu x-dır, bu da 36'dır. Buna baxacaq biz. Buradan da x bərabərdir 231 eləyəcək. Cavabımız B variantı.